Aliyev Qələndər Nofəloğlu 2001-ci il oktyabrın 31-də Bakı şəhəri Nizami rayonunda anadan olmuşdur. 2008-ci il sentyabr ayında 170 nömrəli tam orta məktəbin bir A sinifinə daxil olmuşdur. Məktəb vaxtlarında müəllimlərinin rəğbətini qazanmışdır. Uşaqlar arasında sakitliyi və tərbiyəsi ilə digərlərindən həmişə fərqlənirdi. Qələndər təhsili ilə yanaşı idmanla da məşğul olurdu. O, müəyyən idman yarışlarında birinci, ikinci və üçüncü yerlərə layiq görülmüşdür. Uşaq yaşlarındaykən idman müəllimi olmaq istəmişdir. İdman zalında öz şagirdlərini yetişdirmək istəmişdir. 2017-ci ildə 170 nömrəli tam orta məktəbin 9-cu sinifini bitirən Qələndər 2018-ci il 17 saylı peşə məktəbində qaz neft çıxartma mühəndisliyi ixtisasına yiyələnmişdir. Peşə məktəbindəki müəllimləri onu sakit, mehriban, səmimi, xeyirxah və ünsiyyətcil tələbə kimi tanıdıqlarını söyləyirlər. 2019-cu ildə peşə məktəbindən məzun olan Qələndər 2020-ci il yanvar ayının 7-sində Nizami rayonundan hərbi xidmətə yollanır. 2020-ci il 27 sentyabr 44 günlük müharibədə Ağdərə, Füzuli, Tərtər və Suqovuşun istiqamətində qəhrəmancasına döyüşlərdə iştirak edir. Qələndər hətta döyüş zamanı bir neçə əsgər yoldaşını da xilas edir. Qələndər 2020-ci il oktyabrın 7-sində şəhadət zirvəsinə ucalır. Döyüşdən sonra Suqovuşanın azadlığı uğrunda, Füzulinin azadlığı uğrunda və vətən uğrunda medalları ilə təltif olunur. Torpaq uğrunda ölən varsa vətəndir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.